Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Əziz dostlar, əziz tələbələr və əziz izləyicilər, hər birinizi yeni bir dərs günündə xoş gördük. Bugünkü dərsimizin ümumi mövzusu Səhifə-i Səccadiyyədən ibrətli dərslərdir. Səhifə-i Səccadiyyə İmam Səccad əleyhissalama, İmam Zeynalabdin əleyhissalama aid olan bir dualardan ibarət bir kitabdır. İmam Səccad əleyhissalam özü hicrətin 38-ci ilində Şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir və Əməvilərin dönəmində İslamın təbliğində, ictimai-siyasi fəaliyyətinə İmam Səccad əleyhissalamın qadağa, müəyyən məhdudiyyətlər qoyulduğuna görə İslam maarifini, Əhl-i Beyt maarifini başqa metodla insanlara çatdırmışdır. Yəni dua şəklində. Niyə məhz dua şəklində? Çünki duaların insan həyatında mühüm rolu vardır. Həm insanın bir bəndə kimi formalaşmasında və həmçinin insana üz gətirən bəlaları dəf eləyir və həmçinin insanın Allaha yetişməsində, Allaha doğru addım atmasında və Allahı tanımağa sövq etməkdə mühüm rol oynayan vasitələrdən biridir dualar. Və dualar insanın Allaha necə ehtiyaclı olduğunu bariz şəkildə insanın özünə öyrədir, insanın özünə göstərir. Və bununla da insanlar dua etməklə, yəni duanın mühümlüyün dərk eləməklə insanlar Allahdan bir şeylər istəyirlər, Allaha dua eləyirlər və bu minvalla insanlar Allahdan asılı olmağı və insan bu şəkildə rəzil sifətlərdən uzaq olaraq Allahdan asılı olduğunu dərk edərək fəzilətli sifətləri özündə formalaşdırmağa çalışır. Səhifə-i Səccadiyyə İmam Səccad əleyhissalamdan və ümumilikdə Əhl-i Beyt əleyhissalamdan bizə qalan ən böyük və ən mühüm miraslardan biridir. Burada İmam Səccad əleyhissalamın hüzünlü, ruhu dirçəldəcək, mənəviyyat dolu duaları yer almışdır. Bununla belə İmam Səccad əleyhissalam bu dualarda bizlərə Allaha necə ibadət etməyi, Allaha necə dua etməyi öyrətmişdir. Bu dualarda aşiqanə, arifanə kəlamlardan da əlavə həmçinin ilahi maarif, təlim, tərbiyə, elmi, ictimai, dini və insanı ümumilikdə səadətə çatdıran ilahi qanunlardan ibarət məsələlər də vardır. Həqiqətdə Quran-ı Kərim Allahdan bu aləmə nazil olduğu kimi dualar da bu aləmdən Allah dərgahına yüksəlir. Buna görə də deyə bilərik ki, Quran və dualar insanı Allaha vəsl edən, Allaha bağlayan ən mühüm amillərdəndir. Bu müqəddəs kitab Nəhcül Bəlağədən sonra ən mühüm və fəzilətli əsər hesab olunur. Dəyərli alimlərimiz, hörmətli alimlərimiz bu kitabı Səhifə-i Səccadiyyəni Uxtul Quran, yəni Quranın bacısı və yaxud da ki, Ali Muhammedin Zəburu və yaxud da Əhl-i Beytin İncili adlandırmışlar. Bu kitab bir neçə cəhətdən mühümdür və çox böyük əhəmiyyət daşıyır. Birinci cəhət bundan ibarətdir ki, bu kitab məsum imamdan nəql olunur. Bu kitabdakı dualar tam şəkildə hamısı məsum imamdan nəql olunur. Yəni məsum İmam Səccad əleyhissalamdan ki, Allahın yer üzündə höccətidir, birbaşa özündən nəql olunur bu dualar. İkinci əhəmiyyəti bu kitabın ondan ibarətdir ki, bildiyimiz kimi Həzrət Peyğəmbər sallallahu əleyhidən sonra Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin dövrünə qədər Əhl-i Beyt məarifi, Əhl-i Beyt hədisləri və ümumilikdə Peyğəmbərdən gələn hədislərin hamısına deyilməyinə, yazılmağına qadağalar qoyuldu.
Və bu qadağalar aradan gedəndən sonra, təqribən bu 100 ildən çox çəkən bu qadağalardan sonra müəyyən qədər Əhl-i-Beyt maarifi yayılmağa başladı və bunun bəhrələrindən biri, bunun səmərələrindən biri Mübarək Səhifə-i Səccadiyyə kitabıdır. Yəni, uzun müddət sonra ilk olaraq Əhl-i-Beyt maarifi bu şəkildə cəmiyyət içinə çıxdı. Böyük İslam alimlərindən olan mərhum Mərəşi Nəcəfi rəhmətullah bu Səhifə-i Səccadiyyə kitabının bir nüsxəsini Misir müftilərindən birinə göndərir. Və həmin müfti cavabında Mərəşi Nəcəfiyə belə deyir. Buyurur ki, məktubunda buyurur ki, bu bizim bədbəxtliyimizdəndir ki, nübüvvət irsindən olan böyük və qiymətli əsərdən məhrum və qəflətdə qalmışıq. Mən nə qədər bu kitabın cümlələrinə, kəlamlarına baxıram, burada Allah kəlamından aşağı, lakin bəşər kəlamından yuxarı kəlamlar görürəm, cümlələr görürəm. Və həmçinin mərhum Ağabozorq Tehrani özünün Əzzəriyə əsərində Səhifə-i Səccadiyyəyə yazılmış 50-dən çox şərhin olduğunu qeyd eləyir. Bu, Mübarək Səhifə-i Səccadiyyə kitabı əslində 75 duadan ibarətdir. Lakin indi 54 dua varımızdır o kitabda. İmam Səccad əleyhissalam bu duaları, bu kitabı, yəni dualar şəklində öz oğlu Zeydə vermişdir. Lakin Zeyd əmanət olaraq bu kitabı İmam Sadiq əleyhissalamın şagirdlərindən olan Mütəvəkkil İbn Haruna həvalə eləmişdir. Lakin Mütəvəkkil İbn Harun 11 duanı nüsxəsini itirmişdir. Yerdə qalmışdır 54 dənə dua. Və günümüzə gəlib çıxan duaların sayı da 54 dənədir. Bildiyimiz kimi Şiə aləmində, Şiə məktəbində başqa əqidələrdən fərqli olaraq heç bir hədis və dua kitabları səhih hesab olunmur. Buna görə də yəni yeganə səhih hesab olunan kitab Quran-ı Kərimdir. Buna görə də digər hədisləri, duaları araşdırmaq üçün, təhqiq eləmək üçün rical elminə müraciət olunur. Və rical elmində bir hədisin və yaxud da ki, bir duanın səhih olması elmi cəhətdən 4 yolla ispat olunur. Birinci yol budur ki, rəvayət edənin, yəni ravinin siqə olması. Siqə nədir? Yəni, məsum imam və yaxud da ki, peyğəmbər həmin o ravini şəxsən təsdiq eləsin onun etibarlı olmasını və yaxud da ki, onun sözünü təsdiq eləsin. Və həm özünü təsdiq eləsin, həm də o şəxsin düzgün və etibarlı olmağı barədə söz desin. Bununla da həmin şəxsin nəql elədiyi hədisin mətni və yaxud da ki, dua mötəbər və səhih hesab olunur. İkinci yol bundan ibarətdir ki, hədisin və yaxud da ki, rəvayətin mətnin mütəvatir həddə olsun. Mütəvatir ona deyirlər ki, bu hədisi və yaxud da ki, bu duanı nəql edən ravilərin sayı o həddə olsun ki, yəni o qədər çox olsun ki, burada xətaya yol verilmək və yaxud da ki, bunun yanlışlığı ehtimalı çox aşağı dərəcəyə düşür. Bununla da duanın və yaxud da ki, hədisin mötəbərliyi və səhihliyi nəzərə alınır. Üçüncü hal bundan ibarətdir ki, hədisin və yaxud da ki, duanın mətni o həddə qiymətli və ali dərəcədə olsun ki, o mətnə baxanda bu mətnin Allahdan, yəni Allahın kəlamından aşağı olsa belə, insan, bəşər kəlamından yuxarı olması nəzərə çarpsın. Bu zaman o hədisin araşdırılmağına, təhqiq olunmağına o qədər də ehtiyac qalmır və səhih olaraq hesab olunur. Dördüncü hal bundan ibarətdir ki, əlavə qərinələr olsun. Yəni nə?
bundan ibarətdir ki, ola bilər bir dənə hədis üçün, bir dənə hədisin mətni və yaxud da ki, ravisi zəif olsun. Ola bilər neçə dənə ravi nəql edir bu hədisi, o neçə ravidən biri zəifdir və yaxud da məchuldur. Lakin hədisin və yaxud da ki, duanın mətni, mövzusu, yəni məzmunu Quran ayəsi ilə üst-üstə düşür. Bu zaman təhqiqə ehtiyac yoxdur və səhih olaraq hesab olunur. Səhifə-i Səccadiyyəni araşdıran Sünni və Şiə alimləri istisnasız olaraq etiraf ediblər ki, bu duaların məzmunu çox ali və o qədər mühümdür ki, bu sözlərin məsum olmayan, yəni Allaha bağlı olmayan şəxsdən bizə gəlib çatması və adi bir şəxsin belə deyim, məhsulu olması qeyri-mümkündür. Və buna görə də 4-cü maddəyə nəzər saldıqda bu duaların mətni o qədər ali və mühümdür ki və qiymətlidir ki və bu özü Səhifə-i Səccadiyyənin nə qədər mühüm və səhih olmasına dəlalət edən amillərdəndir. Və Şiə və Sünni alimlərin ortaq nöqtə olaraq belə hesab etmişlər və təsdiq etmişlər ki, bu kitab, bu dualar birbaşa İmam Səccad əleyhissalama gedib çıxır. Bugünlük və bu dərslik bu qədər. İnşallah növbəti dərslərimizdən Səhifə-i Səccadiyyənin dualarından çıxarılmış, ələ gətirilmiş ibrətli və əxlaqi nöqtələrdən inşallah bəhs edəcəyik. Hələlik isə Allaha tapşıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.